etməlidir. Və bu məqamda, yəni son olaraq bir şey qeyd etmək istərdim. Bir rəvayəti, Ömər ibn Xattabdan gələn rəvayətdir. Və bu rəvayəti İbn Kəsir rahimehullah Qafir surəsinin əvvəlində qeyd edir, təfsirində. Qafir surəsinin təfsirində. Və qeyd edir ki, bir dəfə Ömər ibn Xattabın demək məclislərində iştirak edən Şam əhlindən olan bir cavan oğlan var idi. Yəni bu cavan oğlan Şamdan gəlib Mədinəyə və Ömər ibn Xattabın məclislərində çox iştirak edərdi. Yəni onun dərslərində. Və bir dəfə Ömər ibn Xattab radiyallahu anhu bu oğlanı görmür. Bir vaxt, bir müddət görmür və soruşur onun barəsində. Deyir ki, filan kəsi görmürəm. Və ətrafdakılar ona bildirirlər ki, bu gənc içkiyə qurşanıb. Və deyirlər ki, ey möminlərin əmiri, bu içkiyə qurşanıb. Və Ömər ibn Xattab çox təəssüf edir. Yəni çox pis olur və bir məktub yazır həmən oğlana. Deyir ki, mənim bu məktubumu çatdırın ona. Və məktubunda deyir: Ömər ibn Xattabdan filan kəsə, Əssəlamu aleykə. Yəni, Əssəlamu aleykə. Bu dəlildir ki, yəni kafir deyil o. Kafir olmuyor ki, bəziləri içki içəni dərhal kafir edirlər. Kafir görürlər. Ömər ibn Xattab deyir ki, Ömər ibn Xattabdan filan kəsə, Əssəlamu aleykə. Sənə Allahın salamı olsun. Əmmə bə'd. Sonra isə فإني أحمد إليك الله الذي لا إله إلا هو غافر الذنب وقابل التوب شديد العقاب غافر الذنب قابل التوب شديد العقاب ذي الطول لا إله إلا هو إليه المصير. Deyir ki, mən Ömər ibn Xattabdan filan kəsə Allaha həmd olsun. O Allaha ki, günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, lütfü böyük olan Allaha. Ondan başqa ibadətə layiq haqq məbud yoxdur, dönüş də onadır. Yəni Qafir surəsinin 3-cü ayəsinin məzmunu. Və bu məktubu aparıb, demək, bu məktubu göndərir həmən oğlana, gəncə və sonra nə deyir? Deyir ki, yanındakılara deyir ki, Allahdan onun üçün dua edin. Allahdan dua edin ki, Allah onun qəlbini təmizləsin, onun qəlbini demək, bu içki demək, düşkünlüyündən təmizləsin və onun günahlarını bağışlasın. Bəli. Yəni Ömər ibn Xattab məktubu verir və ətrafdakılara deyir ki, qardaşınız üçün dua edin. Fikir verin. Bu da dəlalət edir ki, biz də yəni qardaşlarımız üçün dua etməliyik. O bəlaya düşənlər. Həm məktubu göndərdi, həm də dua istədi. Və bu məktub demək həmin gəncə çatdıqda və o onu dəfələrlə oxumağa başladı. Yəni təkrar oxumağa başladı və dedi ki, günahları bağışlayan, tövbələri qəbul edən, əzabı şiddətli. Allah Taala məni bu ayə ilə içkidən çəkindirir və məni günahlarımı bağışlamağımı vəd edir. Allahu Akbar. Və həmən insan tövbə edir. Həmən cavan tövbə edir və gəlir Ömərin yanına. Və buna görə də buradan biz nə fayda götürürük ki, yəni sələflər bir-birlərinə qarşı necə həris edirlər, yəni bir-birlərinin hidayətdə qalmalarına görə və bir-birlərinə qarşı bir-birlərinə görə dua edirlər, nəsihət edirlər. Və ona görə də bizim ətrafımızda olan qardaşların üzərinə, yəni hansı ki öz içərilərindən, yəni içkiyə və yaxud narkotikaya qurşananlara həmən qardaşların üzərinə də böyük məsuliyyət düşür. Mən deyərdim ki, hətta çox böyük məsuliyyət onların üzərinə düşür. Çünki onlar onları demək qarşısını almalıdırlar, onları çəkindirməlidirlər. Bəzən baxırsan ki, bir toplumda olan qardaşlardan bəziləri gedir içkiyə və ya narkotikaya qurşanır, digərləri heç maraqlanmır. Heç ona nəsihət də edəmir. Ancaq bir dənə bunu deyir ki, filan kəs çaşdı, azdı və onu uzaqlaşdırır. Elə deyil. Əksinə, sənin üzərində haqdır ki, sən gedib onu nəsihət edəsən. Necə ki, sabahlar sən özün də bilmirsən, sən hansı günah düşə bilərsən. Və sənin də nəsihətə ehtiyacın olacaq. Ona görə də özümüz hər bir insan ətrafında olanları gərək nəsihət etməkdə həris olsun. Və həmçinin dua etsin. Yəni, bir insanın öz qardaşı üçün demək, ondan xəbərsiz etdiyi dua qəbuldur. Qəbul dualardan biridir. Və buna görə də Allahdan istəyirəm ki, Allah Taala bizi bu şərdən qorusun, bizi, ümmətimizi, zürriyyətimizi, qardaşlarımızı, bacılarımızı bu fitnədən, bu şərdən qorusun. Və kim ki bu bəlaya düşübsə, Allah ona tez bir zamanda tövbə etməyi, nasuh, yəni səmimi qəlbdən tövbə etməyi nəsib etsin və onu bu bəladan qutarsın. Amin. Allah sizdən razı olsun, Eşən qardaş.